arzuluyuruq və beləliklə oyunun startını böyük maraqla gözləyirik. Zirə komandasında qeyd edək ki, debüt edən futbolçu var. Yeni transfer Eren Aydın bugün komandayla ilk oyunu keçirir. Və vurğulamaq lazımdır ki, Eren Aydın Zirə komandasında debüt edən ümumilikdə 160-cı futbolçudur. Beləliklə, Rəvan Həmzəzadənin işarəsi verildi. Turan Tovuz Zirə maçı start götürdü. Güman ki, topa çatacaq, bəli, belə də oldu. Və rəqibindən yayına bildi Ayxan. Qapı önünü ötürmə təhlükəli alınır. Zərbə indirilir və gol! Çıxış eləyən Filip Ozoviç bu hücumu qolla tamamladı və bu qolun vurulmağında təbii ki, Ayxan Hüseynovun əməyini xüsusilə vurulamaq lazımdır. Çətin vəziyyətdə olsa da meydanın Rəhim Sadıqov. Sol cinahdan Turan Tovuz'un daha bir hücumunu izləyirik. Ozoviç. Filip Ozoviç'dən ötürmə və 2-0. Bir daha təkrara baxaq. Yenə də Filip Ozoviç. Rəqib futbolçu dərhal ona yaxınlaşdı. Burada da qabaqlamağa çalışırdı. Ötürməni oxuyurdu Serrano. Çata bilmədi. Ötürmə sol cinaha. Zirənin həmləsi uzaq məsafədən zərbə. Top Turan Tovuz futbolçularına dəyir. Küncdən zərbə olmalıdır. Amma ikinci hissədə əslində Rəşad Sadıqovun komandası yaxşı görünür. Təhlükəli hücumlar qurur, indi ötürmə də edildi. Həmlə davam edir. Uzaqdan zərbə çox təhlükəli idi. Toxunuş da var hətta. Şifahi xəbərdarlığı etdi. Biz isə hücumun təkrarını izləyirik. Burada ötürmə qarşılandı. Uzaq məsafədən təhlükəli zərbə indirildi. Çeçə edib və 2 oyunda məğlub olub. Yəni, hər iki komandanın gördüyümüz kimi göstəriciləri demək olar ki, oxşardı. Zərbə indirilir və top qapı çatına dəydi. Həmlə davam edir. Bu da həmin hücumun zərbənin təkrarı. Eren Aydın'ın zərbəsi və top qapı çatına dəymişdi. İlk oyununu keçirir Zirə formasıyla Eren Aydın. Komandaya qışda transfer olub. Anatoliy Nuriyevdən sol cinah ötürmə, Enrique Kuştodio. Qısa ötürmələr yaxşı alındı Zirə futbolçularından. İstiqamət dəyişilir sağ cinaha. Hücuma dəstək verən yoxdur. Ötürmə edilir. Qapı önünə və təhlükəli alındı. Junior Martins. İşarə verilir. Ötürmə edilir. Başla zərbə. Dəqiq deyil. Mətələs bəli, artıq icazəni verdi. Ötürmə edilir. Qapçı Sergey Samok topu götürdü və Rəvan Həmzəzadə oyunu başa vurdu. Turan Tovuz bugün Zirə üzərində 2-0 hesablı qələbə qazandı. Turan Tovuz 37 xalla hazırda 3-cüdür. Zirə isə 35 xalla 4-cüdür. Dəyərli tamaşaçılar, biz də artıq Azərsun Arenadan canlı yayımızı başa vururuq. Yayımın rejissoru Teyyib Məmmədov idi. Şərhçiniz Fərid Ramazanov idi. Sağ olun, salamat qalın.